Salam dostlar, bugün sizə TikTok'da takip sayımı necə artıra bilərəm? Bu sualınıza cavab olaraq bir video hazırlamışam. Detaylı bir şəkildə addım-addım sizlərə göstərəcəm. Tamamen gerçək takipçiləri 5 dəqiqədə hesabınıza göndərəcəksiniz. Bot takipçilər deyil. Bilginiz olsun ki, bot takipçilər 15 və 20 dəqiqə sonra hesabınızdan tamamen silinir. Mən sizə gerçək takipçi metodunu göstərəcəm. Şifrə daxil etmədən təhlükəsiz bir şəkildə heç bir proqram falan köçürməyə ehtiyac yoxdur. Sizdən sadəcə istədiyim bu videonu sona qədər izləməyinizdir. Eyni zamanda kanalımıza abunə olub videonu bəyənməyiniz ki, mənə bu şəkildə dəstək ola bilərsiniz. İndi isə sürətli bir şəkildə addımlara keçəcəm. Amma az öncə də dediyim kimi videonu sona qədər izləyin ki, hər bir addımdan xəbərdar olasınız. Çünki bir ayar var ki, bu ayarı etmədən hesablarınıza TikTok'da takipçi göndərimi edə bilməyəcəksiniz. Dostlar, ilk öncə TikTok hesabımıza gəlirik. TikTok hesabımıza gəldik. Baxın, yuxarıda sağ küncdə 3 xətt var. Bura daxil olursunuz. Buradan məxfilik bölümünə daxil olursunuz. Yəni hesabınız gizlidirsə, hesabınızı gizlidən açırsınız. Yəni bu buton boz rəngdə olmalı. Görürsünüz, bu buton boz rəngdə olduğu zaman hesabınız hər kəsə açıq deməkdir. Bu şəkildə. Sonra geriyə qayıdırıq. Baxın, profil şəklimizin altında TikTok hesabımızın adı var. Ət işarəsindən başlayan. Üzərinə tıklayırsınız 3 dəfə. İstifadəçi adınızı kopyaladınız. Kopyaladıktan sonra Google'a gəlirsiniz. Takipçi.com yazırsınız. Yazdınız. Yaşıl rəngdə baxın ilk sayt çıxır. Bu sayta daxil olursunuz. Sayt Azərbaycanda 5 ildir rəsmi olaraq fəaliyyət göstərir, bilginiz olsun. Buradan TikTok paketlərinə daxil olub, buradan TikTok izləyici, yəni izləyici takipçi deməkdir. Bu paketə daxil olursunuz. İstədiyiniz paketi seçərək gerçək takipçiləri 5 dəqiqədə hesablarınıza göndərə bilərsiniz.